Azərbaycanda və Qərbi Avropada feodal münasibətlərinə aid ümumi cəhətdir. Kəndlilərin çoxu feodallardan şəxsən asılı idilər. Xeyr, bu ümumi cəhət deyil, çünki Azərbaycanda şəxsən yox, iqtisadi asılılıq olmuşdur. Şəxsən sözünün üzərinə x qoyuruq və qarşısına çıx işarəsi qoyuruq. Feodalların xüsusi təsərrüfatı yox idi. Bizdə xüsusi təsərrüfat yox idi, əsasən dövlət tərəfindən idarə olunurdu hər şey. Amma Avropada feodalların xüsusi təsərrüfatı olmuşdur. Ona görə də burada da çıx işarəsi qoyuruq. İbtidai icma quruluşunun dağılması ilə yaranmışdır. İbtidai icma yox, burada yazılmalı idi ki, quldarlıq quruluşunun dağılmasından sonra. Növbəti varianta baxırıq. 1000 ildən çox davam etmişdir. Bu bizim düzgün cavabımız olacaq, saxlayırıq. 17-ci əsrdə başa çatmışdır. Bu Avropaya aiddir. Bizdə 19-cu əsrdə başa çatıbdır. Qaydaq düzgün cavabı izah eləməyə. 1000 ildən çox davam etmişdir. Yəni bizdə 3-cü əsrdə başlayıb 19-da bitibdir. 1000 ildən çox eləyir. Onlarda da 5-də başlayıb 17-də bitibdir. Yenə 1000 ildən çox edir. Düzgün cavabımız budur.